44-cü testdə və dövrə ardıcıllığı göründüyü kimi V1 voltmetrin göstərişi U qeyd olunur. Buradakı gərginlik haqqında heç bir məlumatımız yoxdur və ümumi V voltmetrin göstərişi istənilir. Ardıcıl birləşmə olduğu üçün ümumi V hər ikisinin cəmidir, yəni ardıcıllıq şərtidir. U ümumi, U1 üstə gələk U2-dir. U1-imizin qiyməti verilib, U olaraq qeyd olunur, lakin U2-miz yoxdur. Bunu təyin eləmək üçün bilirik ki, ardıcıl birləşmədə I konstantdır və U bərabərdir I-dən, I-miz sabitdirsə U yerlə düzdür. Yəni R2 böl R1 bərabərdir, U2 böl U1 yaza bilərik. Baxın, R2 böl R1 verilib, U3 bərabərdir, U2-miz istənilir, U1-in də U olduğu qeyd olunur. Buradan da U2-miz 3 olacaq, gətirib, baxın, burada yerinə qoysaq, cavabımız 4 olacaqdır. 45-ci testdə yenə də eyni şəkildə, sadəcə burada, baxın, V voltmetrinin göstərişinin O olduğu qeyd olunur. Digər tərəfdən yenə də bunlar, yəni V2 və V1 haqqında məlumatımız yoxdur. Gəlin yenə də şərtdən yazaq. O ümumi bərabərdir U1 plus U2-dir. Ümumimiz O'dur və hər ikisinin cəmi olmalıdır. Bildiyimiz kimi mütənasiblikdən yenə də baxın, O bərabər I-dən, O yerlə düz asılıdır. I konstant olduğu üçün, ardıcıl birləşmə olduğu üçün U1 böl U2 bərabərdir R1 böl R2 yaza bilərik. Məhsul bizdən V1 voltmetrinin göstərişi istənilir. Odur ki, U1-i saxlayırıq. U2-nin yerinə U çıx U1 yaza bilərik. Çünki bizdə onun göstərişi bəllidir, artıq O'dur. Fikir verin, bizdə R1 böl R2 yox, R2 böl R1 verilib. O da buna 4'də 1 yazırıq. Çarpaz vursaq, buradan U çıx U1 bərabərdir 4 U1 alınar. Və buradan da U bərabərdir. Bu tərəfə keçirsək 5 U1 olacaq. Yəni, baxın, buradan U1'imiz belə çıxır ki, U bölünsün 5'dir. Yəni 0,2 U'dur. Buradan da bizdə V1 voltmetrin göstərişi istənilirdi. Həqiqətən də O1'in 0,2 olduğunu təyin elədik. 46-cı testə baxırıq. A1 ampermetrinin göstərişi, baxın, bu 3 amperdir. Cərəyan şiddətini ölçür. A2 ampermetrin göstərişi istənilir. Paralel birləşmədir. Paralel birləşmədə U'muz konstantdır. U konstant olarsa I bərabərdir U böl R düsturuna görə I yerlə tərsdir. Yəni I1 böl I2 bərabərdir R2 böl R1 yaza bilərik. Baxın, I1'in göstərişi verilib 3 amper, I2 istənilir, məhsuldur. R2'miz aşağıdakı olan paralel birləşmədir. Buna R böl 2 yazırıq. Baxın. R1'imiz isə 1 R'dir. Burada R yazırıq. İxtisar getsə I2'miz 6 amper olacaq. 47-ci testə baxırıq. 47-ci testdə də eyni şəkildə bu səfər A2 ampermetri 4 amper verilib. A1 istənilir. Şifahi yazaq bu səfər. Baxın, burada ümumimiz R böl 2'dir. Amma burada R'dir. Bildiyimiz kimi I yerlə tərsdir. Əgər bizdə birinci müqavimətimiz ikincidən 2 dəfə çoxdursa, baxın, R böl 2'dən 2 dəfə çoxdur. O zaman cərəyan şiddəti 2 dəfə az olmalıdır. Yəni 2 amper olmalıdır. 48-ci test. Paralel birləşmədir. Paralel birləşmədə bildiyimiz kimi U konstantdır. Yəni I bərabərdir U bölünsün R düsturundan. Tərs mütənasibi ilə I1 böl 2 bərabərdir. R2 böl R1 yenidən yazırıq. Bizə münasibət istənilir. Bərabərdir. Yəni buradan yenidən yazaq. I1 böl 2 bərabərdir. R2'miz R'dir. R1'imiz də 4 R'dir. İxtisar getsək 4'də 1. Yəni I2 bərabərdir. 4 I1 olacaq. Baxın bu. 49-cu testdə R1 bizdə 4 ohm olduğu qeyd olunur. Və buradakı Q'nün, yəni Q1'in 30 olduğu qeyd olunur. R2'də 6 ohmdur və buradakı istilik miqdarı istənilir. Yəni Q2 istənilir. Baxın, ardıcıl birləşmədir. Ardıcıl birləşmədə Q'nün I ilə olan düstur, yəni I kvadrat RT-yə müraciət edirik. Göründüyü kimi Q R ilə düz asılıdır. Yəni Q1 bölünsün Q2 bərabərdir. R1 bölünsün R2 yaza bilərik. Q1'imiz haqqında məlumat var. 30'dur. Qeyd eləyək. 30 bölünsün Q2 bərabərdir. R1'imiz 4'dür. R2'miz də 6'dır. Yəni buradan Q2'ni tapsaq 30 vur 6 böl 4. 2 ixtisar 3 15 45 col olacaq B variantı.
50-ci suala baxırıq. 50-ci sual da bənzərdir. Eyni müqavimətə malik olan 4 naqil sxemdə göstərilmiş kimi dövrəyə qoşulmuşdur. Ampermetrlə göstərişi istənilir. Baxın, burada eyni müqavimətlidir. 2 dənədirsə ardıcıl 2 olacaq. Paraleldirsə bölü 2 olacaq. Yəni şifahi baxaq. Bu səfər paralel birləşmə olduğu üçün künün, daha doğrusu burada kün istəmir, i-nin istəyir. I bərabərdir U bölü R düsturuna əsasən paralel birləşmə olduğuna görə yuxarı aşağıya U konstantdır, I ilə tərsdir. Fikir versək, baxın 2R'dən R bölü 2'ye gəlir. İstəsəz yazılı formada yaza bilərsiniz. I1 bölünsün I2 bərabərdir. R2 bölünsün R1 yazırıq. O da bərabərdir. R2'miz aşağıdakıdır. Yazaq yerinə R bölü 2. R1'miz isə 2R'dir. İxtisar aparsaq 4'də 1 qalır. Yəni I2 bərabərdir 4 I1 olacaq. 51-ci test. 51-ci testdə eyni müqavimətə malik olan 4 naqil sxemdə kimi qoşulmuşdur. Voltmetrlərin göstərişləri arasında münasibət istənilir. Fikir versək, bu hissə, baxın, bu hissəyə ardıcıl birləşmişdir. Ardıcıla bildiyimiz kimi i-miz konstantdır və U bərabərdir IR düsturuna görə U ilə R düz astıdır. Baxın, bu hissədəki ümumi müqavimət 2R'dir, ardıcıldır. Bu hissədəki ümumi müqavimət paralel olduğuna görə R bölü 2'dir. Artıq mütənasiblik qura bilərik. I1 bölü I2 düz asılı dediyimiz kimi R1 bölü R2 olacaq. R1'imiz 2R'dir. R2'miz isə R bölü 2 də qalxır yuxarı. O zaman 4 olacaq. Yəni U1, 4 U2'yə bərabər olacaq. 52-ci testə baxırıq. 52-ci testdə baxın, bu hissə paralel birləşmədir. Paralel birləşmədə bildiyiniz kimi burada qeyd etmişik. U bərabərdir IR'dir. Yəni i'miz 1 amper, R'miz olur 4 ohm. Buranın O'sunu hesablasaq, i'ni R-ə vursaq 4 volt olacaq. Həmçinin bu hissədə, çünki hesablamasaq belə, verilməsə belə qiymətlər paralel olduğu üçün buradakı gərginlik həm də aşağının gərginliyidir. Ümumi gərginlik də yenə 4 volt, yəni 8 deyə bilmərik. Baxın, bu hissənin 4 volt olduğu qeyd olunur. Baxın, bu hissəyə ardıcıldır. Ardıcılda da ümumi U, hər iki U'nun cəmidir. Bizə də ümumi U'nu 10 volt verib, bu hissəninkinin birininkini götürürük, qeyd etdiyim kimi 4, üstə gələk U2. U2'nin buradan 6 volt olduğu tapıldı. Baxın, U'muz 6 voltdur. Digər tərəfdən buradan gələn cəryan şiddəti buradan ümumi keçəcək. Çünki bu hissə ardıcıl olduğuna görə ardıcılda bu hissənin i'si, yəni ardıcılıq şərtidir. Bu hissənin i'sinə, yəni belə deyək, cəryan şiddətinə bərabər olmalıdır. O zaman hərəsindən bir keçirsə bu hissədə 2 amper olacaqdır. Və i bərabərdir U bölü R düsturundan. İ'nin yerinə 2 yazsaq, O'nun yerinə 6 yazsaq, R'miz 3 ohm olacaq. C variantı. 53-cü test. 53-cü testdə fikir versəniz, burada ardıcıl birləşmədir. İlk öncə ardıcıl birləşmə şərtindən bilirik ki, ümumi U'ların cəmidir. Yəni, və eyni şəkildə burada sabit saxlamaqla deyir, M və N arasındakı, yəni ümumi sabit qalmalıdır. Bu hissənin konstant qalması üçün O1'imiz fərzdəki azalırsa, O2'miz artmalıdır və ya əksinə. Riostat cəryan şiddətini tənzimləyən bir cihazdır və müqavimətin uzunluqdan asıllığına əsaslanır. Fikir verin, burada bizə qeyd edilir ki, riyostatın sürgüsünü sağa sürüşdürürük. Sağa sürüşdürsək, baxın, bu hissəyə gəlib çıxmış olar fərz eləyək. Cəryan da müsbətdən mənfiyə doğru axırsa, ilk öncə fikir versəniz, baxın, bu qədər məsafə qət eləyirdi. Yəni uzunluğumuz bu qədər idi. Daha sonra isə biz bunu sağa çəkəndə uzunluq kiçildi, yəni azaldı. Uzunluq da azalanda bilirsiniz ki, Rho bölü S düsturuna görə uzunluq azalırsa, müqavimət də azalır. Və i bərabərdir U bölü R düsturuna görə, daha doğrusu U bölü R düsturuna görə U'muz IR'dir, yəni U R ilə düz asılıdır. Əgər müqavimətimiz azalırsa, bizdə gərginliyimiz də azalmalıdır. Yəni V1 voltmetri azalmalıdır. V1 azalırsa U'nun konstant qalması üçün V2, yəni U2 artmalıdır. Azalar və artar. Digər tərəfdən 54 də bənzər testi. Burada da yenə də bu səfər sola çəkir. Baxın, sola çəkir. Sola çəkərsə, fikir verin, əvvəl daha az məsafə gedir, daha uzun məsafə gedir. Məsafəmiz artırsa, bu düstura görə müqavimətimiz də artır. Müqavimət artırsa, qeyd etdik ki, U ilə R düz asılıdır. Onda V1 voltmetrin göstərişi artar. Ümuminin U konstant qalması üçün V2 azalır.
55-ci testə baxırıq. K açarının qapanarsa sabit gərginlikdə güc istənilir. Gücün gərginliyi sabit olanda düsturu bildiyimiz kimi U kvadrat böl R düsturudur. Göründüyü kimi U konstant olarsa PR ilə güc R ilə tərsdir müqavimətlər. Qapanarsa dedikdə ilk öncə açıq vəziyyətə baxırıq. Açıq vəziyyətdə cərəyan yalnız bu hissədən keçər, çünki digər tərəfdən keçid olmaz, açıqda açar. O zaman ilk halda R müqavimətinə malik olur. Qapadıqda isə paralellik yaranır. Paralellikdə ümumi müqavimət R böl 2 olur. Fikir versəz, R'dən R böl 2-yə gəlmək müqavimətin 2 dəfə azalmağı deməkdir. Müqavimətimiz 2 dəfə azalarsa, gücümüz 2 dəfə artar. Eyni şəkildə burada da gərginlik sabitdir. Yəni düstur yenə də bu düsturdur. Bu səfər açılarsa, qapalı halda olub ilk öncə, paralel olub R böl 2 olur. Yəni açarsa təkcə bu hissədən keçdiyinə görə R olar. R böl 2-dən R-ə gəlmək müqavimətin 2 dəfə artmağı anlamına gəlir. Müqavimət 2 dəfə artarsa gücümüz 2 dəfə azalar anlamına gəlir. Sonra 57-ci testə baxırıq. 57-ci testdə yenə də tək qalan böyükdür anlayışı ilə. Yəni mən bunu öncəki testlərdə düzgün yolunda sizə öyrətmişəm. Daha doğrusu yəni bunun tək qalan niyə böyük olduğu qeyd olunur. Yəni ümumi danışaq. Bura tək qalan böyükdür fikrinə əsaslansaq, U3 hər birindən böyük olur və digər tərəfdən qeyd etdiyim kimi buradan keçən cəryan ikisinin arasında bölündüyü kimi hər bir halda bu hissə böyük olur. Çünki bu hissə, baxın bu hissəyə ardıcıl birləşir. Bu hissədəki cəryan şiddəti nə qədərsə, digərində də onun cəmi qədər olmalıdır. Çünki bərabərləşməlidirlər. Gəldik bu hissəyə. Paralellikdə U konstantdır, I yerlə tərsdir. Yəni I bərabərsin O böl R düsturuna görə tərsdir. Yəni hansının müqaviməti azdırsa, onun cəryanı çoxdur. Baxın, burada R'dir, burada 2 R'dir. R1-də R az olduğuna görə cəryanı böyük olacaq. Burada çox olduğuna görə kiçik olacaq. Daha doğrusu bura 1 olur. Bura 2 olur. Ən kiçik burada olacaq. Çünki 2 R R'dən 2 dəfə çoxsa, İ'si kiçik olmalıdır. Digər tərəfdən 58-ci testdə də yenə də tək qalanımız böyükdür desək, I1-imiz böyük olur. Ardıcıllıq olduğuna görə I2 I3-ə bərabər olacaq. Burada da gəlsə yenə də U3 böyükdür. Paralellik olduğuna görə paraleldə I1 I2-yə bərabər olmalıdır. Yenə də U1 böyük olacaq. Bu səfər amma paralellik deyil, ardıcıllıqda. Ardıcıllıqda I konstantdır, U ilə R düz asılıdır. Baxın, o bərabərdir I R düsturuna görə. Yəni, R-i çox olanı O da çox olur. Yəni, 3, o da böyükdür 2-dən.